Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Xiaomi'nin T seriyası həmişə orta segmentlə flagman arasında bir model axtaranların sevimli seçimi olur. Smartfona 2000-3000 manat vermək istəməyən, amma trendlərdən geridə qalmağı sevməyənlər üçün də qarşınızda yeni Xiaomi 15T. Cihazın təqdimatından hələ bir ay keçməyibdi. Xiaomi 17 Pro və Pro Max-la dünyaya səs saldığı bir dövrdə səssizcə 15T seriyasını da Avropada təqdim elədi. Bu seriya əslində orta üst segmenti hədəf alan iki model 15T və 15T Pro-dan ibarətdir. Mən bu gün sizə tam tərəfsiz, müsbət və mənfi detalları ilə daha uyğun qiymətə satılan 15T barəsində danışıram. Smartfon kontakt.az-da 12 GB-lıq RAM və 512 GB-lıq daxili yaddaş seçimində nağdalış zamanı 1150 manata satılır. İstər nəqd, istərsə də hissəli alış imkanları mövcuddur. Rəng seçimləri ilə maraqlananlar üçün də açıqlama qismində kontakt.az-dan link bölüşəcəm. Amma bilməyənlər üçün deyim ki, model boz, qara və rose gold rənglərində satışa çıxır. Qiymətləri də eynidir. İllərdir formalaşmış icmal strukturumuza görə ənənəvi olaraq qutu tərkibi və dizaynından başlamaq istəyirəm. Avropadan fərqli olaraq Xiaomi 15T bizim bazarda hələ dolu qutu ilə satılır. Yəni smartfon üçün lazım olan 67 vatlıq enerji başlığı, qara rəngli case və USB Type-C kabeli qutuda yer alıbdır. Ümumi gövdəsi ötənki modellə müqayisədə köklü bir dəyişim həyata keçirməyibdir. Sadəcə ekran ölçüsünü böyüdüblər. Gövdə 0.3 mm daha da incəlib və ağırlığı 1 qram artıbdır. Böyük qardaşı 15T Pro-dan fərqli olaraq isə kənar hissələri və arxa qapağı plastik materialdan hazırlanıbdır. Amma arxada istifadə olunan bu plastik material glass fiber adlanır. Düzdür, bu şüşə material deyil, sadəcə şüşə təəssüratını yaşadan materialdır. Şüşədən fərqli olaraq yerə düşəndə sınmalara qarşı daha davamlıdır. Yəni şüşə kimi tez sınmır. Kənarlarından oval bükülmələr, düz ekran və düz arxa panel, barmaq izi götürməyən, əldən sürüşməyən və IP68 ilə tam sudan tozdan qorunan gövdə əslində bizə deməyə imkan verir ki, 15T yaxşı, ələyatan və dözümlü bir memarlığa sahibdir. Lakin cihazın kompaktlıqdan uzaq olduğunu da deməyə vacibdir. 6.83 düymlük ekranı sayəsində ölçüləri təqribən iPhone 17 Pro Max-a yaxındır. Yəni böyük bir cihaz istifadə etmiş olacaqsınız əgər alsanız. Öndəki ekran Dolby Vision və HDR10 Plus texnologiyalarını dəstəkləyən AMOLED paneldir. Bu ekran 120 Hz-lik təsvir yenilənmə tezliyi ilə yanaşı 480 Hz-lik toxunuş tezliyinə də sahibdir. Bu o deməkdir ki, ekran saniyədə 480 dəfə ekrana olan toxunuşu yoxlaya bilir. Təbii ki, daha cəld reaksiya vermək üçün. Bu da onu oyunlar üçün ideal eləyir. Yəni buna ekranın reaksiya tezliyi desək daha doğru olar. Parlaqlığı isə pik səviyyədə 3200 nitsə qədər qalxır. Lakin bu parlaqlıq digər cihazlardakı kimi ekranın kiçik bir hissəsini yox, təqribən 25%-ni əhatə eləyir. 1.5K piksel sıxlığı, 3840 Hz-lik PWM dimming dəyəri. Bu dəyəri başa düşülən formada belə izah edə bilərəm ki, biz ekranın işığını azaldanda əslində ekranda işıq azalmır. Sadəcə zəif parlaqlıq üçün ekran işığını fasiləsiz yandırıb söndürür. Biz bunu adi gözümüzlə sadəcə az parlaq ekran kimi görürük. Amma əgər bu yandırıb söndürmə aşağı tezliklərdə baş verərsə, hiss eləməsək də gözümüzdə yorğunluq yaranır. Bax, 3840 Hz-lik PWM dimming dəyəri də o deməkdir ki, saniyədə az sayda yox, düz 3840 Hz-lə o işığın yanıb sönməsi baş verir ki, bu da gözdə yorğunluq yaratmır. Mahiyyət bundan ibarətdir. Ümumilikdə, yaş dəri ilə təmaslarda da işləmə imkanına sahib Gorilla Glass 7i ilə qorunan bu ekran cihazın 1150 manatlıq qiymətinin qəpiyinə qədər haqqını verir. Yəni həm oyun, həm də Netflix-də izləyəcəyiniz filmlər üçün rəngli, axıcı, sürətli, parlaq və dayanıqlı bir ekrana sahibdir. Batareyası ilə davam eləyək. Ötənki modeldən fərqli şəkildə bu il 15T-də düz 5000 mAh-lıq artım var. Düzdür, sürətli enerji yığma göstəricisi naqilli formada 67 Watt-da qalıbdır. Lakin 5500 mAh-lıq tutumunun olmasına baxmayaraq, müqayisədə ötənki modeldən qalın yox, daha incə formaya gəlibdir. Sözsüz ki, mühəndislər biraz da ekranı böyütməklə bu balansı qoruya biliblər. Əlimizdə olan test nəticələri isə bizə deyir ki, bu iki göstərici ilə cihaz 100%-ə cəmi 50 dəqiqə ərzində çata bilir. Təəssüf ki, cihazın qardaşı 15T Pro-da olduğu kimi naqilsiz formada enerji yığma dəstəyi yoxdur. Amma buna görə də qınamaq istəmirəm, çünki qiymətinə görə yenə də yaxşı batareya həcmi və enerji effektivliyinə sahibdir. Yəni günün sonunu rahatlıqla gətirər, az istifadə eləsəniz hələ növbəti günə də keçər enerji. Texniki hissəylə davam edirik. Ötən ilki 14T daxilində MediaTek Dimensity 8300 ilə gəlirdi. Bu il seriyanın davamı olaraq CPU da yenilənibdi. 15T 4 nanometrlik arxitekturaya sahib olan Dimensity 8400-dən güc alır. Bu prosesor təqribən 10 ay əvvəl təqdim olunubdu. Yenidir və texnoloji imkanları daha genişdir. Məsələn,
4K 60 FPS video dəstəyi, UFS 4.1 kimi çox yüksək sürətli daxili yaddaş standartı və 12 GB-lıq DDR5X tipli RAM-lar çox yaxşı bir set halına gəlib. Müqayisə üçün rəqib olaraq Exynos 1580, Snapdragon 7 Gen 3 və Gen 4 seriyaları ilə qarşılaşdırsam, həm Geekbench, həm Antutu testlərində adı çəkilən rəqiblərini qabaqlaya bilir. Lakin CPU çox yüksək performanslı olduğundan Snapdragon 8 Gen 3, 8S Gen 3 kimi prosesorlarla da başa-baş mübarizəyə girir. Yəni orta üst segment üçün ideal CPU-lardan biridir. Məhz Dimensity 8400. Ümumilikdə Dolby Atmos-la dəstəklənən 2 səs ucaldanı, daxili buxar soyutma kamerası, güclü çipi sayəsində cihaz oyunlar üçün də məqbul sayıla bilər. Çünki gaming üçün lazım olan yaxşı ekran, reaksiya tezliyi, səs və güc balansı bu smartfonda birləşibdir və mənə görə qiyməti də kifayət qədər ədalətlidir. Məsələn, PUBG-də çox rahatlıqla 90 FPS almaq olur. Digər ağır oyunlarda orta və yüksək qrafikalarda axıcı oynada bilir. Biraz da bağlantı texnologiyalarından danışıb sistemə keçid etmək istəyirəm. Təəssüf ki, modeldə eSIM dəstəklənmir. Sadəcə fiziki formada 2 ədəd nano SIM-dən istifadə mümkündür. Amma yaxşı xəbər də var. Bu cihazda brend öz istehsalı olan T1S bağlantı çipini yerləşdiribdir. Bu çip Bluetooth, GPS, Wi-Fi üçün daha axıcı və stabil bağlantını təmin edir. Eyni zamanda yüksək performanslı antenalara da sahibdir. Hətta 2.15T arasında əlaqəni təmin edən 1.5 kilometrə qədər aktiv halda qalan rasiya xüsusiyyətinə də sahibdir. Bu özəl bir xüsusiyyətdir sırf 15T seriyası üçün. Bundan başqa Bluetooth 6, Wi-Fi 6 texnologiyasına sahib olan cihaz təəssüf ki, USB girişi tərəfində sadəcə USB 2.0 texnologiyasını dəstəkləyir. Burada məncə biraz yuxarılara qalxmaq olardı USB 3.2 kimi. Smartfon qutusundan Android 16 ilə yox 15 ilə çıxır. Bu biraz düşündürücü ola bilər. Yeni cihaz olduğu üçün könül istəyərdi ki 16 ilə çıxsın. Amma Xiaomi bu smartfonuna daha 4 əməliyyat sistemi və 6 il təhlükəsizlik yenilənməsi verməyə planlayıbdı. Doğrudur, bu tam rəsmi xəbər deyil. 1 il artıq və yaxud da ki az ola bilər. Lakin əksər texnoloji mənbələr belə olacağını qeyd ediblər. Yəni Android 19 bu smartfon üçün sonuncu əməliyyat sistemi ola bilər. Sistem özlüyündə süni intellekt imkanları ilə də zəngindir. Bunu iki fərqli başlığa ayırmaq olar. Google tərəfinin verdiyi Circle to Search və Gemini-nin əsas imkanları, digər də Xiaomi-nin öz daxili AI həlləri. Gemini və Circle to Search hər birimizə məlumdur. Odur ki, daxili bir neçə bəyəndiyim süni intellekt həllindən danışmaq istəyirəm. AI altyazı funksiyası var. Bu müxtəlif dillərdə olan videoları izləyəndə Azərbaycan dilinə avtomatik altyazı xüsusiyyəti əlavə eləyir. Düzdür, normal çalışır, Azərbaycan dilinə tərcümə eləyir, amma canlı tərcümə elədiyi üçün cümlə strukturunda tez-tez dəyişikliklər baş verir və bundan dolayı tərcüməni bəzən anlamaq olmur. Əlavə olaraq Azərbaycan dilini dəstəkləyən daha 2 imkan var. AI tərcüməçi və səsi yazıya çevirən özəllik. Tərcümə məsələsi aydındır. Tətbiqi açıb qarşınızda duran şəxslə dil bariyeri olmadan danışa bilirsiniz. Burada AI Azərbaycan dilində başa düşür və tərcümə eləyir. Səsi yazıya çevirən xüsusiyyət isə səs yazma tətbiqində olan bir imkandır ki, səs qeydləri aparan zaman adamların səsini ayıraraq danışığın transkriptini yarada bilir. Mənim ən xoşuma gələn tərəfi speech recognition tərəfində Azərbaycan dilini anlamasıdır. Doğrudur, sürətli danışıqlarda şəkilçi və bəzən sözləri qarışdıra bilir, amma ümumi mənada Azərbaycan dili dəstəyinin olması Hyper AI-ın baş ucalığı sayıla bilər. Promptlarla mətin yazmaq, məzmunun xülasəsi, hərf səhvlərinin düzəldilməsi, yazı üslubunun dəyişdirilməsi kimi mətinlərlə bağlı Azərbaycan dilini dəstəkləyən imkanlarla yanaşı, fotoredaktör tərəfində istənilməyən obyekt və subyektləri silmək, fotonun pikselini artırmaq, fotonu genişləndirmək, əks olunmanı aradan qaldırmaq kimi artıq üst səviyyə cihazlarda görməyə alışdığımız məşhur süni intellekt imkanları da Xiaomi 15T-də öz yerini alıbdı və Xiaomi Hyper AI başlığında xüsusi kateqoriyada cəmlənib. Və nəhayət gələk kameralara, icmalımızı da yavaş-yavaş yekunlaşdıraq. Arxada üçlü kamera seti var. Bu 4-cü yuva məhz LED flash üçün nəzərdə tutulubdu. Əslində megapiksel və diafraqma dəyəri baxımından ötən ilki 14T ilə eynidir, amma qarışdırmaq olmaz. Bu il matrisalar dəyişibdir. 50 megapiksel f1.7 diafraqma genişliyində 23 mm-lik əsas, 50 megapiksel f1.9 diafraqma dəyərində 46 mm-lik focal lens görüntüsünü verən 2 qat optik telefoto və son olaraq 12 megapiksellik f2.2
1.2 diafraqma genişliyində 15 mm-lik lensə sahib ultra geniş bucaqlı kamera. Arxa kameralardan yalnız əsas kamerada OIS dəstəyi var, digər kameralarda yoxdur. Bundan başqa əsas və telefoto PDF autofocus dəstəyinə sahibdir. Ultra geniş bucaqlı kamera isə sadəcə sabit fokuslu kameradır. Hər 3 kamera ilə çəkdiyim adi, əsas və telefoto kamerası ilə çəkdiyim isə portret fotoları sizə təqdim edirəm. Təbii ki, Xiaomi Leica ilə yoluna davam eləyir. Leica Sunlux lensləri hər 3 kamerada var və bu görüntülərdə əməlli başlı özünü hiss elətdirir. Fotolar sanki hazır, işlənmiş, effektlənmiş variantda təqdim olunur. Rənglər dolu, dinamik aralıq geniş və kontrast yüksəkdir. Əslində burada Xiaomi'nin yeni görüntü mühərriki AI-SP 2.0-ın da böyük rolu var. Bu mühərrik görüntünü anında emal eləyir, kirliliyi aradan qaldırır və işlənmiş hazır fotoları təqdim eləyir. Təbii ki, bunu da süni intellektin köməyi ilə. Video məsələsində texniki hissədə qeyd elədiyim kimi 4K 60 FPS dəstəyi var, lakin bu imkan yalnız əsas və telefoto kamerasındadır. Öndə və ultra geniş bucaqlı kamerada 4K çəkimlər 30 FPS ilə limitlənibdir, yuxarısı yoxdur və yalnız əsas kamera optik sabitləyici ilə video çəkə bilir. Digərlərinin hamısında elektron rəqəmsal sabitləmədir. Buna görə də əsas kamera ilə çəkilən videolar daha yaxşı, axıcı və sabit alınır. Ümumi qiymətini və olduğu segmenti əsas götürəndə Xiaomi 15T mənə görə kifayət qədər yaxşı iş görən kamera sisteminə sahibdir. Və son olaraq ön kamera. Keçənki kimi yenə 32 megapiksellik, lakin daha yuxarı diafraqmalı, daha geniş bucaqlı bir kamera ilə qarşımıza çıxır. F2.2 genişlik, 21 mm-lik bu kamera maksimum 4K 30 FPS video qeydi alır. Lakin arxa kameralar kimi Leica Sunlux lensindən istifadə etmir. Həm adi, həm portret çəkimləri normaldır. Ekranda sizə təqdim edirəm. Təəssüf ki, PDF autofokusa sahib deyil, sabit fokuslu bir kameradır. Məncə bura bir autofokus və 4K 60 FPS dəstəyi tam yaraşardı. Yekun olaraq ümumi fikrim belədir. Ekran, performans, batareya və kamera bu 4 parametrdə 15T qiymətinin tam haqqını verir. Süni intellekt imkanları da qənaət bəxşdir. Yenilənmə siyasətində də daha sürətli davransalar məncə yaxşı olar. Bazarda çətin alternativi olan cihazlardan birinə çevrilə bilər 15T. Dizayn, material, gövdə daha yaxşı ola bilərdi. Naqilsiz enerji, esim dəstəyi, öndə 4K 60 FPS tam yerinə düşərdi. Amma bunlar üçün də 15T Pro-nu istehsal ediblər. Təbii ki, buna ayrıca başlıq açacağam və icmalını sizə təqdim edəcəm. İndi sözüm sizədir. Sizcə 1150 manata 15T-ni almağa dəyərmi? Rəy bölməsində təriflərinizi və tənqidlərinizi yazın. Kanalımıza abunə olub bildirişləri açmağı da unutmayın.